Canlı ifa yoxsa studiya yazısı? Təbii ki, canlı ifa. Canlı ifa. Solo performans yoxsa duet? İkisi də. Baxır, yəni vəziyyətə. Mikrofonla yoxsa akustik ifa? Hər ikisinin öz yeri var. Akustik ifa. Ritmik mahnı yoxsa romantik ballada? Romantik balladada mən özümü daha yaxşı ifadə edə bilirəm, amma ritmik mahnısı da ola bilər. Romantik ballad. Müasir aranjman yoxsa klassik dərs? Hər ikisi də klassikdə özümü 80-ci illərdə təsəvvür edirəm. Müasir aranjmanda isə özümü tam başqa dünyada hiss edirəm. Hər ikisi. Ən çox hisslə yoxsa texnika ilə oxumaq? Mənim üçün hər ikisi. Hərəsinin öz yeri var, ikisi də. Yay yoxsa qış? Qış, Yoxsa qış, qış. Süni intellekt yoxsa orijinal ifa? orijinal ifa. Orijinal səs. Cümləni başlamaq yoxsa bitirmək? Mənim üçün bitirmək, Bitirmək. Həyəcanı gizlətmək yoxsa yaşamaq? gizlətmək, Yaşamaq. Eyni melodiyanı dəfələrlə məşq etmək yoxsa bir dəfə oxumaq? eyni melodiyalarını dəfələrlə məşq eləmək mənim üçün daha yaxşıdır. Professionallıq üçün dəfələrlə məşq eləmək.